Çekeceğim. Demek başlayacak 51. sualdan. Ne deyir bize? Deyir ki AB üstü xət. AB üstü xət ne deməkdir? 10A üstə gəlsin B deməkdir. Yəni 10A üstə gəlsin B bərabərdir 2A üstə gəlsin 3B'ye. Demək biz 10A'dan 2A'nı çıxırıq, 3B'dən də B'ni çıxırıq. 8A bərabərdir 2B, 4A bərabərdir B alırıq. İndi bu nə deməkdir? A bərabərdir K, B bərabərdir 4K. Yəni biz normalda A, B'ni sorsaydı yazacaqdıq nə? A, 1, B'miz 4, düzdür? Amma bizdən soruşur ki, bunun misal natural ədədlərin cəmini tap. Demək, K'mız 1 olanda A'mız 1 olur, B'miz nə olur? 4 olur. Yəni nə cavabı tapırıq? 14. Birinci ədədimiz nədir? AB'miz, yəni AB üstü xəttimiz nədir? 14. İkinciyə baxırıq. K'mız, bunu biz eləmişik. K'mız 2 olanda A'mız 2 olur. B'miz isə 4 vurusuz 2 elir 8. Yəni ikinci AB üstü xəttimizi necə tapdıq? 28. İndi K'nı 3 götürsək, A'mız 3 olur, B'miz 12 olur. Ola bilməz. Artıq olur nə? 3 ədli. Yəni 3 dənə 3 rəqəmli olur. Bizə nə lazımdır? 2 rəqəmli olsun. Düzdür? Demək bu alınmır. Bizdə ödəyənlər hansı ədədlər oldu? 14 və 28. Bu ikisinin də cəmi neçə edir? 42. Cavabımız elədir neçə? Demək, baxırıq 52-yə. Əgər bu 84 olan ədədlər axtarsınız. Baxın, 84-ün vuruqları 1 ilə 84. 2, 42. 3, 24. 4, neçə olacaq? 21. 5, neçə olacaq? Yox, 5'ə bölünmür. 6, 6'ya bölünsə 1. 14, 7, neçə eləyir? 12. Yəni budur bölünər. Yəni bir-birinə vuranda 84 eləyir. Bizə deyir ki, ən az neçədir? Ən az deyəndə ən uzaq məsafədə olan, yəni 7 ilə 12 götürəcəksiniz. 7 üstə gəlinsin 12. Neçə eləyəcək? 19. İstəsiz yoxlayaq. 7 üstə 12 gəlsin 19, 20, 25, 27, 44, 85. Ən kiçik neçə oldu? 19. Cavabımız nə olacaq? 19. Ordinat y-dir. Ordinat y-dir. Apsisi isə x-dir. Ordinatı nədir? 10. Apsisi ordinatından 3 vahid kiçik. Yəni neçə eləyirik? 7. Bizə demişik ki, birinci həmişə apsis gəlir, sonra nə gəlir? Ordinat. Apsisimiz nədir? 7. Ordinatımız nədir? 10. Cavabımız olur D variantı. Tərəvəz ambarında 80 ton kartof var. 80 ton kartof var. Hər gün ambardan 8 ton kartof aparılırsa, aparılır nə deməkdir? Yəni çıxılır. Nə qədər? 8 ton. Neçə gün ərzində? M vaxt ərzində. Yəni tutaq ki, deyirəm ki, 80 manat pulunuz var. Hər gün 8 manat pul xərcləyirsiniz. M gündən sonra nə qədər pulunuz qaldı desəm, onda 80 çıxılsın, 8 vurulsun, M yazarsınız. Düzdür? Yəni Y bərabərdir, 80 çıxılsın, 8 M yazarsınız. Demək, baxırıq buna. 57 vurulsun 10 üstü 1, 2, 3, 4, 5, 6. 10 üstü 6'dır. Deyir ki sənə bu sənin nəyindi? A'nın. Bu sənin nəyindi? B'nin. A'nın üstünə deyir B gəl. 57'nin üstünə gəlsən 6. Neçə eləyir? 63. Cavabımız 63 eləyir. Akif'in pulunun 50%. Akif'in pulunun 50%. Bax qeyd edirəm belə. Tunarın pulunun 1/3. Tunarın pulunun 1/3. Uğurun pulunun 25%'i bir-birinə nədir? Bərabərdir deyir. Yəni 50%'i mən belə yazıram. A bölünsün 2. 50% 2/1 deməkdir. T bölünsün 3 və Uğur bölünsün 4. Çünki 25% 4/1 deməkdir. Biz də bu misalları necə yazmışıq bunu? Bərabərləmiş hansısa bir K hərfinə. Onda Akif'in pulu olur 4K. Tunarın pulu olur 3K. Uğur'un da pulu olur
4K. Üzr istəyirəm, bu 4K deyil, 2K-dır, üzr istəyirəm. Bura 2K-dır. 2K, 3K, 4K. Sonra cümləyə baxırıq. Uğurun pulu Akif'in pulundan nə qədər çoxdur? 64 manat çoxdur. Təlini həll edəcək. Uğurun pulu Akif'in pulundan 64 manat çoxdur. Onda 2K bərabərdir 64, K da bərabərdir 32. Bizdə nədir? Oğlanların cəmi nə qədər pulu var? 2K, 3K və 4K. Toplayanda eləyir 9K, 9 da 32'ye vuranda eləyəcək 288. Çox sadə bir məsələdir bu əslində. 57-ci məsələ çox demişik. Bir də təkrar edirik. Kubun tili deyir. Kubun tili deyəndə, yəni yazıram bura A bərabərdir 2 metr. Baxırsınız, burada desimetr yazılıb, burada 2 metr yazılıb. Düzdür, metri desimetrə çevirdik. 20 desimetr. Kub şəkilli çənin su ilə tam doldur. Bu çəndəki suyu, tili 5 desimetr kub şəkilli qablara yığsaq, bana azı neçə qab lazımdır? Birinci nə etməliyik? Onda V həcmini tapırıq, kubun həcmini tapırıq. 20 vurulsun, 20 vurulsun, 20 yazırıq və kub şəkilli qab deyirsən. Qab yazaq bura. Qabın həcmini tapanda 5 vurulsun, 5 vurulsun, 5. Sayını tapanda nə edirdik? Kubun həcmini bölürdük qabın həcminə. Bölürük 4, bölürük 4, bölürük 4. Neçə eləyir? 64. Cavabımız olur 64. İlk öncə hər tərəfi bölürük 20'ye. Bölək. Olacaq 10. X çıxılsın 3,5. Buranı da yazıram 2. Sonra bu misal belə yazırsınız. X çıxılsın 3,5'i bir dəfə 2'ye bərabər edirsiniz. X çıxılsın 3,5'i bir dəfə də 10'a bərabər edirsiniz. X bərabərdir 5,5. X bərabərdir 13,5 yazırsınız. Demək istəyir ki 5,5'dən böyük 13,5'dən kiçik olsun. Nə deyir bizə? Ən natural deyir özdə. Ən böyük natural. 13,5'dən kiçik ilk natural ədədimiz nə olacaq? 13. 5,5'dən böyük ilk natural ədədimiz nə olacaq? 6. Çıxanda neçə eləyir? Cavabımız 7. 59-cu sual. 2 vurulsun 5,8 çıxılsın 0,75 4'də 3 deməkdir. Vurulsun. Bunu da düzgün olmayan kəsrə çevirirəm. 3'də 4 vurulsun 5,5'də 4 yazıram. Hələ ki belə yazıram. 4'lə 4 gedir, 3'lə 3 gedir. Aldım belə 2 vurulsun 5,8 çıxılsın. Surət və məxrəcini 2'yə vursam bu da olacaq 5,8. 2 almadan 1 alma çıxanda nə olur? Almanın özü olur. Düzdür. Onda 2 dənə çıxsaq 5,1 yazaq da 5,8'i çıxardım ötəzə xaricinə 2 çıxılsın 1 və yaxud da 2 almadan 1 alma çıxanda almanın özü qalır 5,8. Cavabımız olur nə? 5,8. Demək biz nə görürük? Məsələdə 2 dənə kəsir görürük. Biri 8'də 7, ikincisi isə 5'də 2'dir. Demək 8 ilə 5'in əkobunu tapırıq 40x. 40x'in birinci 8'də 7'sini tapırıq. Eləyir 35x. Sonra 40x'in 5'də 2'sini tapırsınız. Olacaq neçə? 8, 16x. Biz nə demişik? Nə deyir bizə? Kiçiyin üzərinə nə gəlməliyik? Hansısa bir ədəd gəlməliyik ki, böyüyə bərabər olsun. Doğrudur. Yəni 16x'in üzərinə gəlirəm 19'u. Bərabərləm nəyə? 35x'ə. Odur 19x bərabərdir 19. X də bərabərdir nəyə? 1'e. Bizdən soruşur bütün su. O deyilir cavabım 40. Cavabımız 40'dır. Demək bizə məsələdə məftil deyilirsə, məftil varsa sözdə demişəm. Nə edirik? B, T, U, C. Kubun BTUC-si nəyə bərabərdir? 12A'ya. O da bərabər nəyə? 84'ə. A da bərabərdir 7. Kubun tam səthinin sahəsi düsturu 6A kvadratı. 6 vurulsun 7'nin kvadratı. O da eləyəcək 294. Cavabımız olur 294. Keçirik bura. 5'də 3 görürük. Düzdür. Kəsr məxrəci nədir? 5x. 5x bütün uşaqlar sayırıq. Bütün şagirdlər. Deyir ki 5x'in 5'də 3'ü oğlandır. 3x'i nədir? Oğlandır. Sinifdən 5 oğlan çıxır. 3x'i oğlandısa
5 dənəsi çıxır gedir. Qızlarımızın sayı nə olacaq? 5x-dən çıxacaq. 3x olacaq. 2x. Bu kimdir? Qızdır. Qızların isə 2 nəfər gəlir sinifə. Demək, sinifdə olan sinifin yarısı qız gəldikdən sonra sinifin yarısı qız oldu. İndi bizə nə deyir? Baxırıq bura. Deyir sinifin yarısı uşaqlar 2-də 1 deyil. Elə bir sinifdə 30 uşaq varsa 15'i qızdır, 15'i oğlandır. Nədir? Qız və oğlan sayı bir-birinə bərabərdir. Tutaq ki, deyirəm sinifdə 40 uşaq var. 20'si nədir? Oğlan, 20'si nədir? Qızdır. Və bunların sayı nədir? Bir-birinə bərabərdir. Qızların yarısı oldu. Qız və oğlanların yarısı deyəndə qız oğlanların sayı bir-birinə bərabərdir deməkdir. İndi deyirik, yerinə yetirirəm. Deyir ki, 3x oğlandan 5 nəfər gedəndə 2x qız nə olur? Üstə gəlsin 2 olur. Bu keçir bu tərəfə 3x-dən 2x çıxıram. 2'nin də üstünə gəlirəm 5. Olacaq x bərabər nə? 7. Bizdən kimi soruşur? Oğlanları. 3 vurulsun 7 edir neçə? 21. Gəldik 63-cü məsələ. İç telefondan birincisi hər yarım saatdan bir, ikincisi isə hər 15 dəqiqədən bir, üçüncüsü hər yarım saatdan bir deyəndə yazıram bura yarım saat. Yarım saat nə deməkdir? 60 bölünsün 2 deməkdir. Yəni 30 dəqiqədən bir zəng çalır. Yarım saat 30 dəqiqədən bir deməkdir. 15 dəqiqədən bir ikincisidir. 10 dəqiqədən də bir üçüncüsüdür. Demişik ki, əgər məsələdə dəqiqə, saniyə, saat söhbəti varsa, yəni o söhbət deyilirsə, onda biz əkob tapırıq. 30, 15, 10. Əkobu neçə eləyir? 30. Bizə də deyir ki, 9:30-da 3 telefon eyni zəhətdə çağırsa, 9:30 üstə gəlinsin 30. Cavab verir 10:00. Cavabımız 10'dur. Bir tane düz bucaqlı paraleliped məsələ deyir. Deyirik 2 kubu yanaşı qoyuruq. Bax 2 kubu yanaşı qoyuruq deyir. Buradan çəkirəm. 2 kubu yanaşı qoyuruqsa demişik ki 2 kubu yanaşı qoyanda uzunluq dəyişir. 2 kubu üstə qoyanda hündürlük dəyişir. Demək bura A-dırsa, burada A-dır, burada A-dır, burada A olur. Yanaşı qoyduq tam səthin sahəsi 160 desimetr kvadratı olur. Demək yazıram buradan uzunluğu 2A. Eni A, hündürlüğü A. S tam bərabərdir. 2 vurulsun 2A vurulsun A. Enin uzunluğuna vururuq. Enini hündürlüğüne vururuq. A'ya vururuq. Və uzunluğunu hündürlüğüne vururuq. Bərabərdir. Bərabərdir 160 yazırıq. Onda 160'ı bölürük 2'ye. Olacaq 5A kvadratı bərabərdir 80, A kvadratı bərabərdir 16, A da bərabərdir 4'ə. Bizdən soruşur ki, bir kubun həcmini tap. A. Həcmdə nəyə bərabərdir? 4. Neçə eləyir? 64. Cavab 64 eləyir. Çevrilmələr. Deyir, desimetr kubuna çevirsən. 1 metr kubumuz 1000 desimetr kubudur. Sonra 1 desimetr kubumuz 1000 santimetr kubudur. Onda biz bunu, bak 70 mini santimetri desimetre çevirəndə inirik 1000'ə bölürük. 1, 2, 3, 1, 2, 3 böldük. Aldıq cavabımızı 1000 çıxılsın 70 üstə gəlinsin 12. Cavabımız eləyir 942 desimetr. Deyir ki 66. sual. 4x üstə gəlinsin 3 bərabərdir. 3x üstə gəlinsin 6 çıxılsın 1. 4x üstə gəl 3 bərabərdir. 3x üstə gəlinsin 5 yazırıq. 4x'dən 3x çıxırıq. 5'dən də 3 çıxırıq. Bax, bu bura keçir. Bu da bura keçir. Olacaq x bərabərdir 2. Aldıq 2. Tənliyin kökü sadədətdir. Doğrudur, 2 sadədir. Tənliyin kökün 3 böləni var. Xeyr, yoxdur. 2 böləni var. Tənliyin kökü natural ədəddir. Doğrudur. Tənliyin kökü ilə tərsi. Tənliyin kökü 2'dir. Tərsi isə 2'də 1'dir. Cəmin deyirsə 2,5'dir. 3 ilə 4 arasında yerləşmir demək səhvdir. Tənliyin kökü tam kvadrat ədəddir. Xeyr, səhvdir. Cavabımız B bəndi 2'dən. 3 bucağın A bucağı, 3 bucağın 3 tane bucağı var. Bax, burada qeyd ediblərsə, baxın 3 bucağın bucaqlarının cəmi 180 dərəcədir. Əslində sizə yol da göstərdilər.
A bucağı B bucağından 4 dəfə kiçikdir. B bucağı, buranın da C bucağı gedir. A bucağı B bucağından 4 dəfə kiçikdir. Demək 4 dəfə kiçikdirsə B bucağı A bucağından 4 dəfə böyük olur. A bucağı isə nə olur? X olur. C bucağından isə 24 dərəcə böyükdür. C bucağından 24 dərəcə böyüksə bu bundan nədir? Kiçikdir. Mən səndən böyüyəmsə sən məndən kiçik sayılırsan. Demək bunları yazdıq. Sonra sənə deyir ki, A bucağının dərəcə üçün tap. Nə deyirik? Dedik ki, 3 dənə bucağın cəmi nəyə bərabərdir? 4x. X 24 bərabər nəyə? 180-a. Olacaq 6x çıxılsın. 24 bərabərdir 180. 6x bərabərdir 180 üstə gəlinsin 24. 6x də bərabərdir 4. 0 yazıq bir yadda 204. X də bərabərdir 204 bölünsün 6. O da eləyir x bərabərdir 34. Bizdə nə soruşur? A bucağının dərəcə ölçüsü. A bucağı da nədir? X elə x olacaq 34. Tili 5 metr olan kov şəkilli üstü açıq hovuzun içini kafellə örtmək istəyir. Üstü açıq deyirsə, demək ki, biz nə edəcəyik? Dibini və divarlarını nə edəcəyik? Kafeləyəcəyik. Düzdür. Belə yazaq da. Demişik ki, kubun tam səthin sahəsi 6A kvadratdırsa, üstü yoxdur. 100 dəfə demişəm, bir də yazıram. Baxın, yoxdur. Yəni, üstü yoxdur, üstü açıqdır. Onda S tam üstü açıq desək bərabərdir nəyə? 5A-nın kvadratına. Normalda kubun sahəsi nədir? 6A kvadratdırsa, üstü açıqdırsa, yəni biz divara, yəni patoloqa nə deyək də, yəni yuxarıya nəsə vurmayacağımıza görə ora boşluqdur. Biz nə edəcəyik? Divarlara, yan divarlara və dibinə nə vuracaq? Kafe vuracaq. O da olacaq 5 dənə sahə, 5 dənə eyni sahə. Səhərdə deyir ki, A nəyə bərabərdir? 5. 5 vurulsun 5-in kvadratı. O deyilir neçə? 125. 125. Sənə nə deyir? Deyir ki, örtmək üçün kafel. S kafel yazıram. Bura 50 santimetrsə, bunu metrə çevirəndə nə olacaq? 0,5 metr. Kafel bərabərdir enini uzunluğuna vuracaq. Bu da kafelin sahəsi olacaq. O da olacaq nə? 0,25. Onda biz nə deyirik? Deyir, neçə kafel tapmaq lazım olduğu üçün nə edəcəksiniz? Kubun, yəni üstü açıq sahəni böləcəyik nəyə? Kafelin sahəsinə. Olacaq 125 bölünsün 0,25. O deyiləcək ki 25 olacaq neçə? 500. Cavabımız olur 500. 69. Deyir ki, kvadratın perimetrini tapın. Kvadratın tərəfləri bir-birinə bərabər. 4x çıxılsın 30 bərabərdir x. 3x bərabərdir 30. X də bərabər nəyə? 10'a. X'imiz 10'dursa perimetrini tapanda 4'ü vurursunuz. 10'u elir neçə? 40. Çox sadə bir sualdır. Deməli uşaqlar 5'in içində 3 bir dəfə yerləşdiyi üçün bunu tam hissəsini bir götürək. Yəni vergüldən sonra deyir nə olmalıdır? 2 dənə ədəd olmalıdır. Gəlin A-nın yerinə qiymətlər qoyaq. A-nın yerinə 2 qoysaq, baxaq. 5, 22 bölünsün 3 olacaq 1, 3, 22, 7, 21, 1, 2. Neçələrdir? 4. Bir tam %74. Ödüyür şərti, ödüyür. Vergüldən sonra 2 dənə ədəd oldu. Sonra 5'i qoyaq. Görək ödür yoxsa ödəmir. 5, 5, 2, 3, 1, 3, neçə olacaq? 2, 5, 8, 24, 12. Ödüyür şərti 4. Demək bu da ödüyür. Düzdür. Bir də hansı ədəd ödüyər? 8. 8'e baxaq. Görək bölünür. 5A 2 bura nədir? Bölünsün neçəyə? Bura 8 qoyaq. A-nın yerinə 8 bölürük 3'ə. 1, 3, 2, 8, 9, 27, 12, 4. Ödədi şərti. Demək başqa 9 qoysaq artıq ödəməyəcək. Düzdür. Hansılar ödədi? 2, 5, 8, 2, 5, 8. O deyilir neçə? 15. Cavabımız olur B bəndi. Keçdik bura. Hansı doğrudur? Deyirik ki 1 hektarımız 10.000 metr kvadratıdır. Yəni nədir? 100 ardır. Düzdür. İndi bizə deyir ki 27 ar
Bunu hektara çevirsəm, hektarı ara çevirəndə xeyr, düz deyil. Bu səhvdir. Bu səhvdir. Bu doğru deyil. Sonra bir arımız nə qədərdir? 100 metr kvadratıdırsa, onda 31 arımız olacaq neçə? 3, 1, 2 dənə də 0 metr kvadrat olmalıdır. Demək bu da səhvdir. Keçirik bura. 10 minə vuranda olacaq neçə? Deyə cavabımız budur. C bəndi. Ya baxaq. 0, 0, 32-ni vururam 10 minə. O deyilir 1, 0, 3, 2, 0. Doğrudur cavab. Yəni C variantı doğrudur. Gəldik, çıxdıq. Neçənci misala? 72-ci misala. Çox sadə bir misaldır. Aralarındakı məsafə 281,3 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. 4,1 saatdan sonra görüşdülər. Birinci qatarın sürəti. Birinci qatarın sürəti ikincidən 15 km/saat çoxdur. İndi biz birinci nə edirik? Yolu bölürük zamana sürəti tapmaq üçün. Yəni 281 tam 3-də 2-ni bölürəm 4 tam 3-də 1-ə. Biz kəsirlərin bölünməsini eləyəndə nə edirik? Birinci düzgün olmayı kəsirə gətiririk. 3 281-i vururuq 3 üstünə 2 gəldik, eləyir 845. Bölünsün 3, bura 4-3-ə vurursunuz 12, üstünə də 1 gəlir 13. Kəsirlərin bölünməsi. Kəsirlər bölünərkən nə edirik? Birincisi olduğu kimi qalır. İkincisinin tərsinə nə edirik? Vururuq. 3-lər gedir. Aldım 845 bölünsün 13. O deyilir 65. 65. Demək, biz V-ni neçə aldıq? 65. Qarşı-qarşıya gələndə nə olur? Sürətlər toplanır. X üstə gəlsin, X üstə gəlsin 15 bərabər də 65. 2x bərabər də 65-dən 15 çıxıram. 2x bərabər də 50, x də bərabər də 25. Bu qədər saat. İkinci qatar soruşduğu üçün, ikinci qatarda x olduğu üçün cavabımız olur elə 25. Kəsirlərin bölünməsini bilməliyik. Yəni düzgün olmayan kəsir çevirib kəsirlərin bölünməsini bilməliydik. Yəni sadə sual. Demək 73-cü sual. Qayığın sürəti, biraz böyüdüm. Qayığın sürəti çayın sürətindən 3 dəfə çoxdur. Demək yazıram belə. V qayıq bərabərdir. Bu da V çay. V çay x qeyd edirəm, V qayığımız olur 3x olur. Cümləyə baxırıq. Qayıq çayın 2,5 saatı ilə axın ilə T axın ilə bərabərdir 2,5. Onda V axınımız nəyə bərabərdir? Axın ilə gedəndə nə olur? Sürətlər toplanır. Bərabərdir 4x. Onda S axın ilə tapaq. Bərabər 4 vurulsun 2,5. Neçə eləyir? 10. Bunu tapdıq. Bu S axın ilədir. Sonra gedirik axına qarşıya baxırıq. T axına qarşı ayrıqda yazıram. Axına qarşı nə qədərdir? 3 saatdır. Deyək ki, V axına qarşı nəyə bərabərdir? 3x-dən çıxıram, x edir neçə? 2x edir. Onda S axına qarşı nə olacaq? Axına qarşı bərabərdir. 2 vurulsun, 2x vurulsun. Daha doğrusu, mən burada yazmalıydım 10x üzr istəyirəm. 10x yazmalıydım. Burada 2x vururam neçəyə? 3-ə. O da bərabərdir 6x. Demək, bu da olacaq S axına qarşımız. S2-miz. Bizə nə deyir? Deyək ki, ikisinin cəmi nə qədər yol gedibdir? 192 yol gedibdir. 10x üstə gəlinsin 6x bərabərdir 192. 16x bərabərdir 192. X də bərabərdir 192-ni bölürəm nəyə? 16-ya. 1, 16, 2, 2. 12. Çayın sürətini tap. Çayın sürəti nə olacaq? V çay bərabərdir 12. Çox sadə bir. Nihat pulunun 37,5%-ni, birinci 37,5%-i çevirirəm, kəsirəm. 375 bölünsün nə yazacağım? 10 yazacağım. Daha sonra 37,5%-ə ona bölürük. 37,5%-i çevirəndə 375-i bölürük 100-ə. O da olacaq neçə? 37,5-i bölək 100-ə, o da olacaq 375
bölünsün nə? 1000. 125'e de bölürəm. 125'e böləndə eləyir 8. 125'e bölürəm neçə eləyir? 3 eləyir. Demək Nihatın pulu 8'də 3 deməkdir. Kitabın ki 0,2-dirsə 2 bölünsün 10, yəni 5'də 1 deməkdir. Bu da 8'dir. Bir dəqiqə burada bunu yazdım. Demək nədir? Nihat olacaq neçə? 8'də 3 nəyə veribdir? Kitab. Yazıram kitab. 0,2 hissəsinə dəftər aldı. Dəftər. 1 bölünsün 5. Qələm. 8'də 1. Demək 40x götürürük. Bütün pulu 8 ilə 5'in əkobunu götürürük. 40x'in 8'də 3'ünə nə alıbdır? Alıbdır, 15x'ini alıbdır, kitab. Sonra 40x'in 5'də 1'ini alıbdır, yəni 8'də x'ini alıp dəftər. 40x'in 8'də 1'ini, yəni 5x'ini də alıbdır, nə? Qələm alıbdır. Cəmi nə qədər pul xərcləyibdir, burada qeyd edeyim. 15x üstə gəlinsin 5x üstə gəlinsin 8x bərabərdir 28x. Bütün pulum 40x isə 28x-ini xərcləmişəmsə 12x-im qalıbdır. O da nə qədərdir? 12 manat. X də bərabərdir 1. Bütün pulumu soruşduğu üçün cavabım olur 40. Demək, baxırıq suala. Tam səthinin sahəsi 150 kvadrat santimetr olan kub deyirsə, birinci suala baxıram. 6a kvadratı bərabərdir 150. A kvadratı bərabərdir 25. A da bərabər nəyə? 5'ə. Demək, A'mız 5'dirsə həcmi olacaq 5 vurulsun 5 vurulsun 5. Yəni neçə? 125. Demək, 1'ə getdi nə? B. Kubun bütün tillərin uzunluqları cəmi nəyə bərabərdir? 108. Xeyr, olacaq 12A deyirsə, yox, olmayacaq, yox. Kubun bütün tillərin uzunluqları cəmi 60'dır. Bütün tillərinin uzunluqları cəmi eləyir 12A. 12'ni də vurursunuz 5'ə eləyir 60. Demək, bu B, D getdi. İkinciyə baxırıq. Yan tillərin uzunluqları cəmi 36-dırsa, 36'nı bölürük 4'ə. Neçə eləyir? 9. Yəni tərəfi nədir? 9. Bizə nə deyir? Bütün tillərin uzunluqları cəmi 108 isə 9 12'yə vuranda eləyir 108. Bura C getdir. Bütün kubun tam səthinin sahəsi 54 kvadratdır. Xeyr, bir üzünün sahəsi 9'dur. Xeyr, bu da getdi. Keçim, obrisinə baxaq. Həcmi 27 santimetr kubudursa V bərabərdir A vurulsun A vurulsun A. 27'dirsə A da bərabərdir 3 olur. Onda S1 üz bərabərdir 3'ün kvadratı. Yəni 9'dur. Kubun tam səthinin sahəsi S tam da bərabərdir 6A kvadratı. 6 vur 9 elir neçə? 54. Demək, getdi buna cavabımız Y. Bir də A bəndi. Bu qədər.